Demək, Allah Teala arını da yaradır, milçəyini yaradır. Arı təlim götürür. Arıya vəhiy gəlir. Allah Teala buyurur ki, biz arılara vəhiy etdik. Arı demək, bu vəhiy ilə doğru, düzgün istiqamət götürərək gedir ən gözəl bitkilərdən, ən gözəl maddələri götürür və ən gözəl qidanı ortaya gətirir. Hansı ki, Allah Teala onun balı barədə buyurur ki, o bal insanlara şəfadır. Milçək isə heç bir təlimata uymur. Hara gəldi, necə gəldi, yaşayır, nə gəldi, yeyir. Bax, əsas maraqlı məqam burasıdır. Nə gəldi, yeyir. Gedir, harada bulaşıq, pis, çirkli, qoxulu şeylər var, onların üzərinə qonur və nəinki insanlara fayda verir, əksinə insanlara zərər verir. Milçək barədə Allah Teala bu ki, milçək onlardan bir şeyi götürərsə. Milçəyi anlatan nəydən misal çəkdi? İnsanlara əziyyət verirsə, insanlardan bir şeyi götürərsə, bir şeyi bulaşdırarsa. Bugün gərək biz də özümüz üçün nəticə çıxardaq, özümüzü milçəyin misalında və yaxud da arının misalında görmək daha yaxşıdır. O kəslər ki, o insanlar ki, təlimata uyur, göydən gələn vəhyə uyaraq, əməl eləyərək, həyatlarında tətbiq eləyərək yaşayarlarsa, bəli, onların verdiyi fayda nəticə arının verdiyi bir bal kimidir. O kəslər ki, vəhyə uymaz, şəriətlərə tabi olmazsa və nə gəldi yeyib və içərlərsə, onların da nəticəsi milçək nəticəsidir ki, insanlara və yaxud da ətrafındakılara ziyan verməkdən başqa bir şey edə bilməzlər.